Bir sosial qaynaşma, qohum əqraba, dost tanış arasında bu süfrələrdə, bu ibadət süfrəsində görüşmək ki məqsədi daşıyır, görüşürük. Bunu da məsləhət görə bilərik, tövsiyə edə bilərik, eləmi? Bəlkə ünsiyyətimizin daha da gözəlləşməsi üçün, sosial dayanışma, sosial həmrəylik, sosial yardımlaşmaq üçün də eyni zamanda bir səbəb ola bilərmi bu gözəl ay? Çox sağ olun. Əslində elə bizə insanlığımızı xatırladınız bu sualla. Doğru sual əslində cavabın yarısıdır. İnsan ünsiyyət sözündən götürülür. Bizim əsas varlığımızın bir tərəfi o ünsiyyətimizi qurmaqdır. Bəşər tərəfindən, bəşər bizim maddi görünən tərəfimizdir. O ünsiyyət bizim mənəvi tərəfimizdir. Ramazan ayında biz o insanlıq zirvəsinə yenidən yelkən açırıq. Bizim səccadə və süfrə arasında bir könül körpümüz var. Özellikle Ramazan ayında, çok mübarek ayda bizim dönmemiz lazım olabilecek en önemli yerlerden biri ailemizdir. Aile bahçamızdır. O bahçanın içinde çok gülleri biz kuruttuk. Bəzən sözlerimizle, davranışlarımızla, bəzən əzici xüsusiyyətlərimizlə könül qırdıq. İndi peşmançılığımızı eləyək. Bizim babamız Həzrət Adəmdir. O da peşman olur. Ona وَلَا تَقْرَبْ هَذِهِ şəcərə deyildiği zaman o şəcərəyə, ağaca yaxınlaşıb. Onun tövbəsini 40 il elədi. Dünya göndərildiği zaman başını qaldırıb səmaya həyasından baxmadı. Ramazan bir həya ayıdır. Ramazan əslində günahlarımızdan sıyrılıb çıxmaq, bir keçmişimizə boylanma ayıdır. Ramazan ayında bir dəftərimizə baxmaq, kirlətdiyimiz səhifələri təmizləmə ayıdır. Qırdığımız qəlbləri yenidən islah ayıdır. Dönək ailəmizin içərisinə ifadə elədiyimiz kimi, bugün gerçekten baxanda ölkəmizdə və dünyamızda bir çox boşanmaların şahidi oluruq. Çox bəsit şeylərdən, dünyəvi məsələlərdən artıq ailələr, ailə qalaları çöküş halını yaşayır. Hansı ki onlar bizim çox önəmli qalalarımızdır və şeytanın müdaxilə etməsi və şeytanı yığıb dağıtmaq istədiyi, çox həvəsləndiyi qalalardır. Ramazan ayında gəlin əl-ələ, könül könülə, mən bu mesajı da burada verim. Belə bu günləri sizin mesaj, əslində bu verilişinizin içərisində olsun. Dəyərli gənclərimiz, istəyirsənmi evində huzur olsun? Deyirsən, bəli istəyirəm. Onda həyat yoldaşını sev. İstəyirsənmi evdə uşaqların tərbiyəli olsun? Bəli, həyat yoldaşını sev. İstəyirsənmi sənin Allaha olan ibadətini Rəbbim qəbul eləsin? Allahın huzurunda sən dəyərli olasan, həyat yoldaşını sev. İstəyirsən Resulullah Aleyhisselatü Vesselam'ın ümmetindən olasan, gerçekten həyat yoldaşını sev. İstəyirsənmi evində ruzi bol olsun, bərəkətli olsun, həyat yoldaşını sev. Mən həyat yoldaşını sev deyəndə tək kişi qadını deyil, qadın kişini, kişi də qadını. Sevin, çünkü aile torpağı sevginin torpağıydı. Ora nifrəti getirmeyin. Eğer vardısa qəlb qırma, istiğfar edin. Babamız Həzrəti Adəm tövbə etdiyi kimi. Bəlkə də biz də ailəmizdə, ailə ağacımıza yaxınlaşmamamız lazım olan yerə yaxınlaşdıq. Lazım olmayan ifadələri dilə gətirdik. İndi bugün artıq məğfirət günüdür. Bugün rəhmət günüdür. Bugün bağışlama və bağışlanma günüdür. Quran-ı Kərim deyir ki, valideynlərinizə uf deməyin. وَلَا تَقُلْ لَهُمَا uf. Bugün dəyərli valideynim, sən uf dedirdən bir valideyn olma. Bugün evlatlarının qarşısına çıx. Səccadənin başında o ailə gəminin kapitanı ol. Yaxşı, eğer biz bu günləri gerçekten gözəl kapitanlıq eləməsək, yəni bizim burada kapitanlığımız bir zabitlik eləmək deyil, bir böyüklük eləmək deyil, əslində gözəl xidmət eləməkdir. Allahın Resulü Aleyhisselatü Vesselam'ı təqlid eləməkdir. O evində həyat yoldaşına yardım eləyir. O evdə ona dəstək verir, onun işlərinə kömək eləyir. Bu o deməkdir ki, evimizin içərisini gözəl qurmağa çalışaq. Elə bir ailə olsun ki, kainat ailəsindən bir ailə olsun. Elə bir ailə olsun, Quran bizə nazil olsun. Elə bir qəlb sahibi olaq ki, Allah bizim qəlbimizə baxsın. İmam Cəfər Sadiq Aleyhisselamın o qəlblə bağlı haramullah deyir, qəlbin içərisinə elə baxır. Deyir, o haram Allahın haramıdır. Yəni, o evin içərisini başqa şeylərlə doldurmayaq. Bir gün söylüyor Nəbilər Sultanı Aleyhisselatü Vesselam'ın Kəbənin qarşısında deyir, Kəbə, sən daşdan, palçıqdan ibarətsən. Səni sökərəm, təzdən yenidən inşa edərəm. Amma bir müminin iffəti, bir müminin könül Kəbəsi yıxılarsa, çökərsə,
onu inşa edəcək memar yoxdur. Budur ki, Ramazan ayı bizə qarşımızdakı insana Həzrət insan kimi baxma imkanı verəcək. Qədər cizgisində qarşımıza çıxan dünyanın bütün məşəqqətləri, problemləri, sürprizlər çoxdur. Bir gün uşaq xəstələnəcək, bir gün zövcə xəstələnəcək, bir gün özümüz xəstələnəcək. Quran-ı Kərim nə buyurur? وَلَنَّبْلُوَنَّكُمْ بِشَيْءٍ deyir. Mütləq bir şəkildə Mütləq şəkildə biz sizi imtihan edəcəyik. Yəni. Başlayır deyir, minəl-cu deyir, aclıqla, qorxuyla, sonra arxasınca davam eləyir, malınızla, sərvətinizlə deyir, sizi mütləq deyir biz imtihana çəkəcəyik. O bəşiri sabirin, səbir edənləri müjdəliyin deyir. Odur ki, bu ay bir səbir ayıdır, bu ay bir nəzakət ayıdır, bu ay bir qurtuluş ayıdır, bu ay əslində könüllərimizin könüllərə xitab ayıdır.